Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 16 mart 2025 tarixində OTK-nın 9-cu siniflər üçün keçirilmiş olduğu buraxılış sınaq imtahanında düşən riyaziyyat suallarının izahlarını verəcəm. Deməli, 31-ci sualda deyir ki, ABC üçbucağının medianları O nöqtəsində kəsişir. B-in medianının uzunluğu 12 olarsa, BO parçasının uzunluğunu bizdən soruşur. Deməli, üçbucaqda medianlar kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2/1 nisbətində bölünürlər. Yəni, BO-nun uzunluğuna biz 2x desək, OM-in uzunluğu x olacaq və ümumi bizə BM-in uzunluğunu 12 verib. Bu o deməkdir ki, 2x plus x bərabərdir 12-yə, 3x bərabərdir 12-yə, x olur 4 və x-in uzunluğunun 4 olduğunu tapdıq. BO 2x-ə bərabərdir. Axı biz BO-nun 2x olduğunu bilirik. 2 vurulsun, x-in də qiyməti 4. Deməli, BO-nun uzunluğu 8-ə bərabər olacaq. Doğru cavab B variantı. Baxaq növbəti suala. Deyir, sıfırdan fərqli x, y həqiqət ədləri üçün bu təkliflərdən hansı doğrudur? Bax, bu nə deməkdir? Moduldan nə vaxt mənfi x çıxır? X-in mənfi qiymətlərində bu belə olur da ki, qarşıya mənfi atıb çıxardırıq ki, müsbət alınsın. Bəs moduldan nə vaxt müsbət çıxır? Bu da deməli y-in müsbət olduğu hallardadır. Yəni y-in müsbət qiymətlərindədir ki, olduğu kimi çıxır moduldan. Onda baxaq təkliflərdən hansı doğrudur? X mənfi, y müsbət. Mənfini müsbətə vuranda bəli, həqiqətən də mənfi eləyir. Ona görə 1 doğrudur. İkincidə x kvadratı veribdir. Mənfi ədədin kvadratı ilə müsbət eləyir. Y də müsbətdir. Müsbəti müsbətə vuranda həqiqətən müsbət eləyir. Ona görə də bu 2 də doğrudur. Burada x mənfidir, y müsbətdir. Mənfini müsbətə vuranda bu mənfi eləməli idi. Ona görə də bu səhvdir. 1-2 doğrudur deməli. Doğru cavab D variantı. Baxaq növbəti suala. Deyir ki, tənliyini ilə verilmiş çevrənin radiusunu tapın. X kvadratı çıx 6x. Deməli, bir də y kvadratı plus 8y verib. Bunu yazarıq sonra. X kvadratı çıx 6x. Üzərinə neçə əlavə eləsək, bu iki ədlinin fərqinin kvadratının açılışı olar. Bax, burada B-nin, yəni x-in qarşısına duran əmsalın yarısını kvadrata yüksəldirik və yazırıq burada. 6-nın yarısı 3-dür, kvadrata yüksəldirik 9 və yazırıq burada. 9 əlavə elədimsə, 9-da çıxmalıyam, heç bir şey dəyişməsin deyə. İndi ikinci hissəni yazıram. Y kvadratı plus 8y plus neçə yazıram? 8-in yarısının kvadratını. Yəni 8-in yarısı 4 eləyir, kvadratı 16. 16 əlavə elədimsə, 16 da çıxıram ki, bizə verilmiş ifadədə heç bir şey dəyişməsin. Daha sonra burada x kvadratı çıx 6x plus 9 bizə verir x çıx 3-ün kvadratının açılışını. Y kvadratı plus 8y plus 16 da bizə verir y plus 4-ün kvadratının açılışını. Qaldı burada mənfi 9, bir də çıx 16. Mənfi 9-dan 16 çıxanda mənfi 25 eləyir, bərabərdir 0-a. Burada da x çıx 3-ün kvadratı plus y üstə gəl 4-ün kvadratı. 25 də işarəsini dəyişib keçirdirik sağ tərəfə. Və burada çevrənin tənliyi belədir də. X çıx a-nın kvadratı plus y çıx b-nin kvadratı bərabərdir r-in kvadratına. Bax, bizdə r-in kvadratının yerində hal-hazırda nə dayanıbdır? Baxın, r-in kvadratının yerində 25 dayanıbdır da. Deməli, r kvadratı 25-dirsə, buradan məlum olur ki, çevrənin radiusu 5-dir. Doğru cavab 5, C variantı. Baxaq növbəti suala. İfadəsinin qiymətini tapın deyir. Baxaq. Veribdir 5-ci dərəcədən, burada da 6-cı dərəcədən 125 veribdir. Bax, burada dərəcələri bir-birinə vurub bir dənə dərəcənin içərisində yaza bilərik də. 30-cu dərəcədən 125 yazıram. Çıx 1. Məxrəcə də həmçinin, bax, bunların hamısını bir-birinə vurub kökətdə 5-i 4-ə 20, 3-ə vuranda 60-cı dərəcədən 125, üstə gəl 1 yazıram, üstə gəl 1. Bu da bərabərdir. Belə, indi gəlin baxaq, 30-cu dərəcədən
125'i bax bu şəkildə 60-cı dərəcədən 125 çıx 1 60-cı dərəcədən 125 üstəgəl 1 şəklində yaza bilərik. Niyə bunu belə yazdıq? İndi aydınlıq gətirək. Deməli, niyə belə yazdıq? Bax, burada bir müxtəsər vurma düsturumuz var. A kvadrat B kvadratı deyəm. A-nın yerində deyək ki, 60-cı dərəcədən 125 durur. Bunun kvadratı çıxılsın. B-nin yerində də 1 durur. 1-in kvadratı. Bax, bu 60-cı dərəcədən 125-in kvadratı nə eləyir? Kvadratla bu 60-cı dərəcə ixtisar gedir. 30-cu dərəcədən 125 qalır da, çıx 1. Yəni, bizə verilən, bax, yuxarıda verilən bu ifadədir. Biz bunu müxtəsər vurma düsturuna görə A kvadrat B kvadratının açılışı nədir? A çox B, A plus B-dir də. Bu şəklə görə bax bu aşağıdakı formaya salmış olduq. Belə, bunu aydınlıq gətirdik. İndi davam edək. Həllə davam edək. Burada 60 dərəcədən 125 plus 1 ilə 60 dərəcədən 125 plus 1 ixtisar gedir. Qalır 60-cı dərəcədən 125 çıx 1 üstəgəl 1. Mənfi 1-in üstünə 1 gələndə bu da 0 eləyir. Qalır 60-cı dərəcədən 125. 125-i də yaza bilərik 5-in kubu kimi və burada kubla 60-cı dərəcə ixtisar gedir və 20-ci dərəcədən 5 qalır. Belə, doğru cavab C variantı. Baxaq növbəti suala. Çoxluqlar üçün birləşmənin elementlərinin sayını istəyir. Gəlin birləşdirək. 1, 2, 3, 4, 5 və 6. Birləşmədə nədir? Bütün çoxluğun A-da həm A-da həm B-də olan çoxluğun elementləri burada qeyd olunur. N nə deməkdir? A-nın və B-nin birləşməsindəki elementlərin sayı deməkdir. Burada da sayırıq ki, 6 dənə element var. Doğru cavab D variantı. Baxaq növbəti suala. N-i tapın deyir. Bax, n plus 1, n plus 2 verilib. Bu nə deməkdir? Bu necə ədədlərdir? Ardıcıl ədədlərdir, eləmi? Biz də bilirik ki, ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərində əkoblu onların hasildir. Yəni, olur n plus 1 vurulsun n plus 2. Sonra, həmçinin n plus 3, n plus 4 yenə də ardıcıl ədədlərdir. Yenə qarşılıqlı sadədir. Qarşılıqlı sadələrin əboblu isə 1-ə bərabər olur. Bax, bu 1-ə bərabərdir. Üstəgəl 1 bərabərdir 57. Buradan n plus 1, n plus 2 deməli nə eləyir? Hələ ki, saxlayaq. Bərabərdir 56-ya. 57-dən 1 çıxdım. 56. İndi bunu vurub açıram. N kvadratı plus 2n plus n plus 2. Bax, buradakı kədrləri bir-birinə vurub açdım. Bərabərdir 56-ya. Burada da n kvadratı plus 3n, n-ləri topladım. 56-nın işarəsini dəyişib sol tərəfə keçirdirəm. 2-dən 56 çıxanda 54 eləyir. Diskriminant bərabərdir 3-ün kvadratı 9 üstəgəl 54 4-ə vururam. 216, bu da edir 225. N də tapanda mənfi 3 plus 225-dən kök 15 çıxır. Bölü 2. 12 bölü 2 eləyir 6. N2-ni tapmaq ehtiyac yoxdur. Mənfi də eləyəcək. Bu da mənfi ola bilməz də. Burada N-in qiyməti. Və cavab olur 6. C variantı. Belə, baxaq növbəti səhifəyə. Çoxadın vurğuları ayrıncayır. X-in mötərizə xaricdən çıxardırıq. 36 çıx. X-in kubudur. Burada X kvadratı qalır. X çıxartdığımıza görə. Bunu da 36 çıx X kvadratını. Bu 36-nı fikir verin. 6-nın kvadratı kimi yazsaq, A kvadrat çıx B kvadratına görə 6 çıx X. 6 üstəgəl X şəklində yaza bilərik. Doğru cavab E variantı. Növbəti 38-də A-nın B-yə nisbəti 1/4 olarsa, A ədədi A plus B cəminin neçə faizini təşkil edir? Bax, A bölü B nisbəti 1/4-dürsə, buradan aydındır ki, A-ya 1K, B-yə də 4K deyə bilərik. Nəyə görə? Uyğun yerdə duran ədədlərin nisbətlər varsa, uyğun yerdə duranlara görə bu şəkildə yaza bilirik. Və A ədədi A plus B-nin cəminin neçə faizidir? A bölünsün A plus B vurulsun 100-də. Deməli, A ədədi A plus B cəminin neçə faizini təşkil edir? Bunun üçün A-nı 100-ə vurub A plus B-yə bölürük. A nədir? K-dır.
A plus B nədir? K plus 4K. Vurulsun 100-ə. K-nın üstünə 4K yəni 5K-ya böləndə 5 eləyir. 100 də 5-ə böləndə 20%-dir. Doğru cavab C variantı. Baxaq növbəti suala. Bərabərsizliyin tam əllərinin sayını soruşur. Gəlin burada bərabərsizliyin köklərini tapaq diskriminantla. D1 ilə eləyəcəm. 14-ü 2-yə böləndə 7, 7-nin kvadraты 49 çıx 45 eləyir 4. X1 də burada nə olur? B-nin yarısı 7 plus kök hətta diskriminant 2. 9 1 köküdür. X2-nin də tabanı 7 çıx 2, 5 də 1 köküdür. 5, 9. Aralığa salsaq. 9-dan böyük qiymətlərdə gətirib bir qiymət qoyuram, müsbət olur. Bax, burada bir yerinə qoyuram. Məsələn, 10 qoyuram da. 100 çıx 140 mənfi 40 edir. Üstünə 45 gələndə 5 edir. Yəni müsbət ədəd olur. Bu aralıqda bir qiymət qoysam, məsələn 6 qoysam gətirib burada. Görürəm ki, mənfi edir. Bu aralıqda da qiymət qoysam müsbət edir. Bizə kiçik, yəni mənfi olan aralıq lazımdır. Mənfi olan aralıq haradır? Bax, buradır da. Həmçinin kiçik bərabər qoyduğuna görə bura 5 də daxildir, 6 da daxildir, 7 də daxildir, 8 də daxildir və 9 da daxildir. Və 5 dənə ədəd olur da. Sayını soruşur bizdə. 5 dənə ədəd bu bərabərsizliyin tam həllidir. Növbəti sual. Bir zərri 2 dəfə artdıqda, birinci dəfə 4, ikinci dəfə sadə ədədin düşməsi ehtimalı hadisəsini tapın. Bir zərri atır, yəni dalbadal atır da, bir dəfə atır. Bir zərri, məsələn, bir dəfə atanda mümkün halların sayı olur 6. Əlverişli halların sayı. Burada nə deyir? Bir dəfə atdıqda 4 düşməsi hadisəsi. Bir zərrin üzərində 4 bir dənədir də və bu hadisə 6-da 1 olur. Vurulsun. İkinci dəfə həmin zərri atıram. Yenə mümkün halların sayı 6 olur. Və sadə ədədin düşməsi ehtimalı. Zərin üzərində 1-dən 6-ya qədər nömrələnib də 1, 2, 3, 4, 5 və 6. Hansılardır sadə ədədlər? 2-dir. 1 nə sadə ədədlə mürəkkəb götürmürük. 3-dür. 5-dir. 3 dənə. Deməli, əlverişli olan sayı 3-dür. 6 ilə 3-ü ixtisar edirəm. 2, 1. 2-ni də 6-ya vuranda 12-də 1. Doğru cavab C variantı. Baxaq 41-ə. 8-i 3 gətirin, onu kəş şəklini göstərin. Bunun üçün 3-ü bölürük 8-ə. 0 tam, 30-un içində 8, 3 dəfə 24. 60-ın içində 8, 7 dəfə 56. 40-ın içində 8, 5 dəfə. Və cavab olur 0 tam 1000-də 375. Doğru cavab E variantı. Baxaq növbəti 42-ci suala. Kəsiri ixtisar edin deyir. Deməli, x çıx 4-dür. Bax, bunu belə yazsaq. Kök hətta x-in kvadratı çıx 2-nin kvadratı kimi yazsaq. Məxrəcdə də kök hətta x çıx 2. Sürətdə nə olur? Kök hətta x çıx 2, kök hətta x üstə gəl 2 olur. Məxrəcdə də kök hətta x çıx 2. Kök hətta x çıx 2-lər ixtisar gedir və cavab qalır kök hətta x üstə gəl 2. Doğru cavab A variantı. Baxaq növbəti suala. Deməli, kökləri x1 və x2 olan bu tənlik üçün bizdən bu ifadəni də verib m-i tapın deyir. Deməli, belə baxaq da. Bax, birinci Viyat teoremində əsasən gəl bunun kökləri cəminin nəyə bərabər olduğunu, təbii ki, m. Kökləri hasilinin nəyə bərabər olduğunu, bu da 9-dur, yazıram. İndi gəlirəm bizə verilən aşağıdakı ifadəyə. Burada hər tərəfi bax, bu şəkildə kvadrata yüksəldirəm. Burada A üstəgəl B-nin kvadratı şəklində açıram. Kök hətta x2 böl x1-in kvadratı üstəgəl birinci ilə ikinci hasilinin 2 misli x2 böl x1 vurulsun x1 böl x2. Bir kökün hatta yazdım bunu. Burada da kök hətta x1 böl kök hətta x2-nin daha doğrusu bir dənə kökdədirsə fərqi yoxdur. Kvadratı bərabərdir 16-ya. İndi bu köklə kvadrat gedir. Burada qalır x2 böl x1 üstəgəl. Bax, x1 ilə x1 ixtisar gedir, x2 ilə x2 ixtisar gedir. Qalır 2. Burada da köklə kvadrat gedir. Qalır x1 böl x2 bərabərdir 16-ya. Olur x2 böl x1 üstəgəl x1 böl x2 bərabərdir 16-dan 2 çıxıram 14.
və ortaq məxrəc gətirirəm. X2-nin kvadratı üstəgəl X1-in kvadratı alınır. Və surətə deməli köməkçi müxtəsər modusunu tətbiq edirəm. X2-nin kvadratı plus X1-in kvadratına. Eləyir X2 plus X1-in kvadratı çıx 2X1 X2. Müxtəsər modusunu tətbiq elədim. Köməkçi müxtəsər modusunu. Və mən X1 plus X2 cəmini də bilirəm. Bax, burada yazmışdım. M-dir. X1 X2 hasilini də bilirəm. 9-dur. Gətirib burada yerinə yazıram. M-in kvadrat çıxılsın 2 vur 9 bölünsün 9 bərabərdir 14-də. Buradan M-in kvadratı çıx. 2-ni 9-a vuranda 18 bərabərdir. 14-ü 9-a vuranda 126. M-in kvadratı bərabərdir. 126-nın üstünə 18 gələndə 144. M də bərabər olur plus minus 12. Deməli, M-in qiyməti plus minus 12-dir. Belə göstərək baxaq. Deməli, A variantı. Növbəti səhifəyə baxaq. Həcmi 64 olan kubun bir üzünün diaqonalını tapın. Kubun həcmi 64-dürsə, kubun həcmi A kubu ilə hesablanır. 64. A da buradan olur 4. Kubun tərəfini tapdım ki, 4-dür. Bax, kubun tərəfi kvadratlardan ibarətdir də və tərəfi 4-dürsə, bunun diaqonalını tapa bilərik də. Kvadratın diaqonalı kökətdə 2A düsturu ilə hesablanır. Tərəf də 4 olduğuna görə 4 kökətdə 2 olur. Doğru cavab C variantı. Növbəti hündürlükləri 3 və 4 olan paralleqramdan söhbət gedir. Kiçik hündürlük 3, böyük hündürlük 4. Kiçik tərəf 9, kiçik tərəf budur da. Yəni paralleqramda kiçik tərəfə böyük hündürlük çəkilir. Böyük tərəfə kiçik hündürlük çəkilir. Buranı da A götürürəm və bizdən böyük tərəfi, yəni A-nı istəyir. Bunu da necə yazırıq? Deməli, paralleqramın bax belədir də, tərəf və bu tərəfə çəkilmiş hündürlüyə hasili bərabərdir digər tərəf və bu digər tərəfə çəkilmiş hündürlüyə hasilinə. Yəni A, buna çəkilmiş hündürlük 3 bərabər olur bu kiçik tərəf 9 və ona çəkilmiş hündürlüyün hasilinə. 3 ilə 9 ixtisar gedir, 3 qalır. A da bərabərdir 3, 4-ə vururam 12. Doğru cavab C variantı. Baxaq növbəti suala. A üstəgəl B cəmini bizdən soruşur. Bax, surətdən bunları mərtəbə toplananların cəm şəklində yazıram. 10A üstəgəl B, məxrəcdə də 10B üstəgəl A bərabərdir 5 bölü 17. İndi vurub açsam tənasüb kimi 170A üstəgəl 17B bərabərdir 50B üstəgəl 5A. A-ları bir tərəfə keçirdirəm, B-ləri bir tərəfə keçirdirəm. 170A-dan 5A çıxanda 165A qalır, bərabərdir. 50B-dən 17B çıxanda deməli 33B qalır və hər tərəfi 33-ə bölsək, buradan yazaq. Hər tərəfi 33-ə bölsək 5A bərabərdir B qalır. Bu o deməkdir ki, A 1-dirsə, B də 5-dir. Bizdən A plus B cəmini istəyir. 1 plus 5 cavab olacaq 6. Növbəti sual 47-də 2 düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi 220-dir. Bu bucaqlara qonşu olan bucağın dərəcə ölçüsünü soruşur. Əgər 2 düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi. Bunlar hansı ola bilər? Təbii ki, bax bu bucaqlar olacaq da. Çarpaz bucaqlar. Nəyə görə? Çünki 2 düz xət 3 düz xətdən kəsişirsə, ya burada bir tərəfli bucaqlar, ya uyğun bucaqlar, ya çarpaz bucaqlar əmələ gəlir. Biz bilirik ki, bir tərəfli bucaqların cəmi 180-dir. Və çarpaz bucaqların cəmi 180-dir, amma bizə 221 baxın, deməli bir tərəfli deyil də, bu çarpazdır. Çarpazlar da bir-birinə bərabər olur. Alfa alfa və alfa plus alfanın cəmi 220-dirsə, 2 alfa 220-dirsə, alfa da 110-dur. Alfanın dərəcə ölçüsünü tapdım, 110-dur. 110 bura, 110 bura. Və bunun bizə qonşu bucağı lazımdır. Deməli, bu 70 budur, 70 budur. Bizdən də elə qonşunu istəyir, ona görə də 70 dərəcə olur. Növbəti sual. Diaqonalları 41 və kökəti 41, kökəti 59 olan rombun perimetrini soruşur. Rombun diaqonalları ilə tərəf arasında belə bir düstur var. D1-in kvadratı plus D2-in kvadratı bərabər 4A kvadratına. Və D1-ləri, D2-ləri bizə veribdir. Kökətdə 41-in kvadratı
üstə gəl. Kök hətta 59-un kvadratı bərabər 4a kvadratına 41-in kök hətta 41-in kvadratı 41, 59-un kvadratı 59 bərabər 4a kvadratına 4a kvadratı bərabərdir 41-in üstünə 59 100, a kvadratı bərabərdir 25, 100-ü 4-ə böldüm. A da olur 5. Bizdən rombun perimetrini istəyib. Rombun perimetri 4 adı üstündən hesablanır. 4 vur 5, cavab olur 20. Baxaq növbəti suala. Bir hədlinin dərəcəsini bizdən istəyir. Dərəcə buradakı dəyişənlərin qüvvətləri cəmi ilə hesablanır. 2 üstə gəl, 3 üstə gəl, 4, eləyəcək 9. Baxaq növbəti suala. Təyin sistemindən x plus y cəmini bizdən istəyir. Bax, burada bunu yazıram 5x-in kvadratı çıx 3y-in kvadratı kimi. Bax, onu belə yazdım. İndi, burada bax a, bu da b olaraq götürsək, a kvadrat çıx b kvadratdır. Bunu da müxtəsər modusuna görə 5x çıx 3y, 5x plus 3y kimi yazıram. Bax, 5x çıx 3y nədir? Qiyməti 1-dir də, elə. Bunun yerinə 1 qoysam, bu o deməkdir ki, 5x plus 3y elə 19-dur. Və 5x minus 3y də 1-dir də, veribdir. İndi bunun üçün gəlin baxaq. Tərəf-tərəfə toplasaq, 5x-in üstünə 5x gələndə 10x, 3y-in üstünə mənfi 3y gələndə 0, 19-un üstünə 1 gələndə 20. X də bərabərdir 20-yə, ona bölürəm 2. X-in qiymətini tapdıq, x 2-dir. İndi gətirək hər hansı bir tənlikdə yerinə qoyaq. Yəni, məsələn, burada qoyaq. 2 vur 5, çıx 3y bərabərdir 1-ə. Mənfi 3y bərabərdir 1-dən 10 çıxıram mənfi 9-a. X də bərabərdir mənfi 9-u mənfi 3-ə bölürəm 3. X-i və y-i tapdıq. Bizdən x plus y istəyir. 2 plus 3, cavab olacaq 5. Doğru cavab 5-dir. Bax, növbəti suala. Yolun gedilən hissəsinin qalan hissəsinə nisbəti 5/7-dir. Bax, bu gedilən hissə olsun, bu qalan hissə olsun. Gedilən hissənin qalan hissəyə nisbəti 5/7-dirsə, gedilən hissəni 5x, qalan hissəni 7x olaraq götürə bilərik. Əlavə 6 kilometr yol gedildikdə. Bax, əlavə 6 kilometr yol gedilibdir. Deməli, gedilən üzərinə 6 əlavə edirəm. Gedilən 6 kilometrdə gedildisə, qalandan da 6 çıxıram da. Düzə, qalan azalır axı. Gedilən artdıqca qalan yolun uzunluğu azalır. Bu nisbət 7/5 olur. Deməli, bax, buna belə kəsr xətti çəksək, bərabər olacaq 7/5-ə. Və buradan deməli, tənasüblə vururam. 5-i 5x-ə vuranda 25x çıx. Üstünə gəl. 5-i 6-ya vururam 30. 7-ni 7x 49 çıx 42. 49x çıx 42. Bax, belə çarpaz şəkildə vurdum. İndi 49x-dan 25x çıxanda 24x, 30-un üstünə 42 gələndə 72. X doldu 72-ni 24-ə bölürəm 3. X-i tapdıq 3-dür. Bizə deyir ki, yolun ümumi uzunluğu. Yolun ümumi uzunluğu nədir? Bax, lap əvvələ gəlin baxaq. Gedilən yol 5x idi, qalan yol 12x-dir. Yol da nədən ibarətdir? Gedilənlə qalanın cəmindən də. Deməli, 5x-in üstünə 7x gəlirəm və ümumi yolun uzunluğu 12x olur. X-də tapdım axı 3-dür. 12 vur 3, 36 kilometr yolun uzunluğu olur. Belə, 36. Baxaq növbəti səhifəyə. Növbəti 52-ci məsələdə deyir ki, mərkəzi O1 nöqtəsində olan çevrə, mərkəzi O2 nöqtəsində və radiusu 8 cm olan çevrəyə daxildən toxunaraq O2 nöqtəsindən keçir. Deməli, bax belə deyək də, bu böyük çevrənin radiusu 8-dir. Bu mərkəzdir də və bu demək ki, buradan bura qədər də məsafə 8-dir. İndi bizə nə deyir? Deyir ki, A nöqtəsindən böyük çevrəyə çəkilən toxunanlar arasındakı bucaq 60 dərəcə olarsa, AB toxunanın uzunluğunu bizdən istəyir. Bax, bu bucaq 60 dərəcədə veribdir. Bax, çevrənin mərkəzindən toxunanın toxunan nöqtəsinə endirilmiş bax bu radius perpendikulyar olur da toxunana. Onda gəlin, buradan da A nöqtəsindən də bax bu çevrənin mərkəzi ilə birləşdirək düz xətti. Bu da həmişə
çəkildiyi bucağın tən böləni olur. Onda 60 dərəcədirsə bunu tən bölüb 30 dərəcə olur. Düzbucaqlı üçbucaqdır da. Gördüyünüz kimi düzbucaqlı üçbucaqdır. Radiusumuz 8-dir. Böyük çevrədə. Böyük çevrənin radiusu 8-dir. Düzbucaqlı üçbucaqda 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı olur da həmişə. Deməli bu hipotenuzun uzunluğu 16-dır. Hipotenuzun uzunluğu 16-dır. Yəni hansı məsafə? AO2 məsafəsi 16-dır. Bunu müəyyən elədik. İndi gəlin kiçik çevrəyə nəzər salaq. Kiçik çevrədə nələri bilirik? Bax, kiçik çevrədən bilirik ki, bu toxunandır. Kiçik çevrənin toxunanıdır. Kiçik çevrənin toxunanıdır. Bu da kiçik çevrənin kəsənidir. Bizdən toxunanı istəyir. Yəni AB-nin uzunluğunu istəyir. Toxunanın kvadratı nəyə bərabər olur? Bax, bu hissə vurulsun. Deməli, bu bütöv hissədən. Bu qısa hissənin uzunluğunu tapmaq üçün 16-dan çıxıram bu daxildəki 8-i. Deməli, bura 8 düşür. Onda olur bizim bax bu hissənin uzunluğu 8 vurulsun. Bütöv nədir? 16-ya. Və buradan AB-ni tapa bilərik ki, kök altda 8 vur 16-ya. 16-dan kök 4 çıxır. 8 də 4 vur 2 kimi yazsaq. Ondan da bir dənə 2 çıxır. 4 də 2 vuranda 8 kök altda 2. Tapdıq ki, deməli, AB toxunanının uzunluğu 8 kök altda 2-dir. Baxaq növbəti suala. ABC düzbucaqlı üçbucağında D-yə paraleldir SB-yə. AD 3. AD-nin DC-yə nisbəti 3/4-dür. Onda AD-yə 3x, DC-yə 4x deyə bilərik. Ümumi AB-nin uzunluğu 21-dir. BY-nin uzunluğunu bizdən istəyir. Bax, burada bir y desək. Bax, üçbucaqda görürsünüz düzbucaqlı üçbucaqdır da. D-yə tərəfi paraleldir SB-yə. Onda bax, bu böyük üçbucaqla bu kiçik üçbucaq oxşar olur. Oxşar olur. Bax, bir tərəf, bax bu tərəf və ona biçik iki bucağa görə, bax bu bucaqlara görə bunlar oxşardırlar. Oxşar olursa, onda uyğun tərəflərin nisbətləri bərabər olacaq. Bax, bu tərəf 7x-in bu ümumi 21-ə nisbəti bərabər olacaq. Bu y-in deməli, yox, 3x-in birinci bu tərəfi yazmalıyam. Y-ə nisbəti. X-lər ixtisar gedir. 7 ilə 21 ixtisar gedir. 3 qalır. X-də bərabərdir. 3-ə vururuq 9. Tapdıq ki, deməli, bu Y-in qiyməti 9-dur. Bizdən BY-ni istəyir. BY isə ümumi AY məsafəsi çıxılsın AB məsafəsinə. AY 21-dir. AB-də 9-dur. Tapdıq ki, 21-dən 9 çıxırıq 12. Deməli, BY-nin uzunluğu bərabərdir 12-yə. Baxaq növbəti suala. Eni uzunluğundan 2 dəfə kiçik olan düzbucaqlını, bax bir dənə düzbucaqlı çəkək. Eni x olsun, uzunluğu 2x. Eni uzunluğundan 2 dəfə kiçikdir. Uzunluğunu 20% artırıb 2x-i artırıram 20%. 20% artırmaq nə deməkdir? 2x-in 120%-ni tapmaq deməkdir. İxtisarları aparıram. 5, 5-də 12x. Deməli, uzunluq oldu 5-də 12x. Enini dəyişmədikdə sahəsi 10 kvadrat metr artır. Əvvəl sahəmiz nə idi? 2x-in kvadratı idi. Artıq axı uzunluğumuz dəyişdi. Uzunluğumuz 5-də 12x oldu artıq. Enimiz yenə dəyişmədi, x qaldı. Yeni sahəmiz nə olacaq? 5-də 12x-in kvadratı. Və 5-də 12x-in kvadratı nəyə bərabərdir? Əvvəlki sahədən 10 kvadrat metr artıq. 2x kvadratı plus 10. Və buradan x-i tapıram. 5-də 12x kvadratı çıx 2x kvadratı bərabərdir 10-a. Ortaq məxrəc 5. 5-i 2-yə vuranda 10 olacaqdır. 12x kvadratına 10x kvadratına 2x kvadratı bərabərdir 10-a. X kvadratı bərabərdir 25-ə. X buradan neçə olur? 5. Bizdən nə istəyir? Düzbucaqlının uzunluğunu. X 5-dir. Düzbucaqlının uzunluğu da 2x idi axı. 2-ni vururam 5-ə.
düzbucağın uzunluğu, yəni əvvəlki düzbucağın uzunluğundan söhbət gedir. O da 10-a bərabərdir. Cavab 10. Baxaq növbəti suala. Deyir ki, y x kvadrat plus bx plus c funksiyasının qrafiki ordinat oxunu 0,6 nöqtəsində kəsilirsə, t nöqtəsi 2n parabolanın simmetriya oxu üzərində yerləşərsə, eni tapın. Bax, birinci buna baxaq. 0,6 nöqtəsinə kəsir. Bu nə deməkdir? Yəni, x 0 olanda y 6 olur. Gəlin, funksiyanın düsturunda bunu yerinə yazacaq da. 6 bərabərdir. X-lar getdi 0 qoydum yerinə. C qaldı. Deməli, C-nin qiyməti nədir? 6-dır. Artıq C-ni müəyyən elədik 6 olduğunu. Yəni, bu kəsdiyi nöqtə olur 6. İndi baxırıq B-ni təyin eləməyə. B-ni də necə təyin eləyə bilərik? Bu parabolanın simmetriya oxu y bərabərdir m düz xəttidir. M nədir? Təpə nöqtəsinin apsisidir. Təpə nöqtəsinin apsisinin düsturu nədir? Mənfi b böl 2a-dır. A-nın qiyməti bizim burada x kvadratın qarşısında duran əmsaldır da 1-dir. Göründüyü kimi 1-dir. Gəlin mən bunu silim, üzərində göstərim. Aha. Baxın, A nədir? X kvadratın qarşısında duran əmsaldır. O da 1-dir. M nədir bəs? Təpə nöqtəsinin apsisi. Gördüyünüz kimi burada verib 2-dir. Bax, burada da verib 2-dir. Yerinə yazaq. 2 bərabərdir. B bölünsün mənfi 2 vur 1. Ondan da B nə olur? Mənfi 4. B-nin də qiymətini müəyyən elədik ki, B də mənfi 4-dür. Yəni, onda parabolanın, deməli, düsturunu yazaq. X kvadratı. B-nin yerinə mənfi 4 qoyuram. C-nin də yerinə 6 qoyuram. Artıq bu bizim parabolamızın düsturudur. İndi burada nə istəyir bizə? N istəyir. Təpə nöqtəsinin ordinatını istəyir. X-in qiymətini bilirik, 2-dir. Ən asan yolu gətirin burada. X-in yerinə 2 qoyun elə. Deməli, 4, 2-nin kvadratı 4, 4 vur 2 plus 6. Bu da edəcək 4 çıx 8 plus 6. 4-dən 8 çıxanda mənfi 4, 6 gəldi 2. Deməli, təpə nöqtəsinin ordinatı, yəni n-in qiyməti olur 2. Başqa cür n-i deməli, düsturla da tapa bilərdiniz. Təpə nöqtəsinin ordinatı düsturundan. Deməli, b kvadrat 4ac çıx b kvadratı bölünsün 4a düsturu ilə də bunu tapmaq mümkündür. Təpə nöqtəsinin ordinatını. 4, a-nın qiyməti 1-dir, c-nin qiyməti 6-dır, b-nin qiyməti mənfi 4-dür. Mənfi 4-ün kvadratı 16. Burada da 4 vur 1. 24 çıx 16 böl 4. 24-dən 16 çıxanda 8, 4-ə böləndə 2. Bax, bu da ikinci üsuldur ki, təpə nöqtəsinin ordinatını tapa bilərsiniz. Belə, bugünkü OTK-da iştirak edən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.